Yeni salam uşaqlar, yeni bir rayon vloguma xoş gəldiniz. 2-3 günlük rayona gəlmişəm və gördüm ki, bağımızın hər yeri meyvədir. Ona görə meyvə yığmaq qərarına gəldim. Dedim bir video çəkim, siz də bağımızda nələr var onu görün. Bunları belə dərmək məsləhətli deyil. Məncə bu qədər mandarin bəsdir. İşte içi qara olduğu üçün karalyokda ona görə dərə bilərik. Hey, onlar mənim meyvələrimdir, dəyməyin. Sizə də verim? Yox, vermirəm. Burada daha qəşəng mandarin tapdım. Bunu elə belə dərim. Getirdi. Gel acı biber ye görüm. Ye onu bakın. Kırmızı acı biber de tapdık. Mükemmel. Əmikildən uğurladığım feyxolar, amma çox daş kimidir. Bunları yemək olmaz. Elə belə uğurladım. Düşdü. Göstərdim. Düşdü. Orada bir tane yetişmiş hurma var. Susar mısın lütfen? Orada bir tane yetişmiş hurma var, onu vermek istiyorum. Tutmuşam. Tut tut. Tut yok sıyıklayacak. Derdi. Son olarak bu kadar meyve yığdım. Necədir uşaqlar? Meyve səbətimi bəyəndiniz mi? Bye bye. Bir daha da böyle değil.